أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد وعلى وصيه وخليفته يعصوب الدين أمير المؤمنين علي بن أبي طالب، وعلى قرة العين الرسول الزهراء البتول، وعلى الحسن والحسين، وعلى علي بن الحسين، ومحمد بن علي، وجعفر بن محمد، وموسى بن جعفر، وعلي بن موسى، ومحمد بن علي، وعلي بن محمد، والحسن بن علي، والحجة المهدي العسكري. اللهم صل عجل الله تعالى فرجه الشريف أرواح العالمين لتراب مقدمه الفداء. اللهم افتح علينا أبواب رحمتك ويسر علينا خزائن فضلك وكرمك يا أكرم الأكرمين ويا أرحم الراحمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Aziz müminler, sizləri və özümü ilahi təqvaya dəvət edirəm. Allah Teala hər birimizi təqvalılardan qərar versin. O əzalı Muharrəm ayının cümə günündəyik. Peyğəmbər və əhl-i beytinin əzalı günlərinin içərisindəyik. Özümüzü də hər birimiz bu günlərdəki Peyğəmbər, Ali Peyğəmbərin ailəsindəki bu hüznə qoşa bildiksə, Hz. İmam Hüseyin əleyhissalam və Kərbəla şəhidlərinin o ağır günlərində özümüzü də orada hiss edə bildiksə, inşallah Allah Teala onların vəsiləsi bizim də ruhlarımızı paklaşdırar, bizi də təmizləyər. Ümumiyyətlə, Kərbəla hadisəsini, Kərbəlada olan hadisəni 100 illərdir ki, 1000 illərdir ki, müsəlmanlar, insanlar qeyd edirlər. Peyğəmbər və onun pak övladını tanıyanlar özlərindən də asılı olmayaraq qəlblərində olan hərarətdən irəli gələrək o günləri, o ağır günləri yad eləməyi özlərinə borc verirlər. Bunun özündə əslində bir təzkirə var. Yəni yada salma var, xatırlama var. Necə ki, insan övladı Allahı yad eləyəndə, Allah Teala'nın göndərdiyi Qur'anı oxuyanda, Qur'an-ı Kərimi tilavət eləyəndə insanın ruhu, insanın zehni, düşüncəsi, idraki paklaşar, təmizlənər. Eyni ilə o Qur'anın natiqlərini də, o Qur'anı bizlərə şərh edənləri də yada salmaq insanın fitrətinə, paklığına geri dönüşüdür. Ona görə dünyanın bu qalmaqalında, bu çirkabından insan övladı bir anda xilas olub, özünü Peyğəmbər, Ali Peyğəmbərə qoşmaqla öz fitrətinə geri dönmə fürsəti əldə edir. Bu günlərdə bizlər üçün əslində böyük bir fürsət var. Yəni, paklaşmaq üçün, təmizlənmək üçün Peyğəmbər, Ali Peyğəmbəri yad eləyərək öz fitrətimizə geri dönmək üçün bir fürsət var. Allah Teala o fürsəti hər birimizə istifadə eləməyi nəsib eləsin. O şəhidlər ki, özlərini Kərbəla şəhidlərinə qovuşdurdular, qoşdular, yəni ki, Allahın əmr etdiyi müqəddəsat yolunda, öz vətənin yolunda, torpağı yolunda, evi yolunda müharibəyə qoşuldular. Vətənimizin şəhidləri, Allah Teala onları da Kərbəla şəhidlərinə ilhaq eləsin. İnşallah. Onların da məqamın ali uca eləsin. Çünki canların, o şirin canların fəda elədilər bütöv bu xalq üçün, bütöv bir vətən üçün. Bu balaca bir şey deyil. Hər kəs öz əlində olan fürsəti ümumiyyətlə fəda eləməklə özünü həyatda yaşadar. Bəzən görərsən ki, sənətkar bir rəssam çəkdiyi rəsm əsəri ilə, hansı ki onu hər kəs bacarmır, o işi bacaran, o peşəni bacaran, o sənəti bacaran, yaratdığı o fədakarlıqla o əsəri xalqa qoyub gedər irs olaraq. Və yaxud bir həkim öz həkimliyi ilə, bir müəllim öz təlimi ilə, tədrisi ilə ətrafına, tələbələrinə
işıq salmaqla özündən fədakarlıq eləyər. Hər kəs bu həyatda bir fədakarlıq yolu seçər. Amma bu fədakarlığın bir siniri olar, yəni bir hüdudu olar, bir yerə qədər. Amma yeganə təkcə şəhiddir ki, onun fədakarlığının hüdudu, məhdudiyyəti yoxdur. Bir şəhiddir ki, o öz canını, hər şeydən önəmli insanın canıdır, şirin canıdır. Canını fəda edir, kimin yolunda? Haqq olanın yolunda. Haqq tərəfində, Allahın dini, Allah Taala'nın əmr etdiyi müdafiəsi, xalqının, ölkəsinin, vətəninin, övladlarının müdafiəsi yolunda. Bu nöqteyi nəzərdən bizim əziz şəhidlərimizin də məqamları ali ucadır. Allah Taala'dan niyazımız odur ki, onları ilə bugünkü günlərin şəhidi olan Kərbəla şəhidlərinə ilhaq eləsin. Və o əziz şəhidlərimizdən bizim Nəsimi rayon şəhidlərimizdən şəhid mayor Bərxudarov Toğrul Məmmədoğlunun viladət günləri idi dünən İsrağayın. Yəni bu günlərdə onun dünyaya gəliş günüdür. Onu da yad eləmək istədik. Onu da Allah Taala Seyyid-i Şühədaya qovuştursun, qonaq eləsin inşallah. Bütün şəhidlərimizin timsalında Toğrul qardaşımızın ruhunu Allah şad eləsin və onun pak mütəhhər ruhuna Kərbəla şəhidləri ilə bərabər salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Buyururlar ki, İslamda, dinimizdə cihad 3 qisimdir. Yəni Allah yolunda cihad, mübarizə 3 qisimdir. Biri kiçik cihaddır. Kiçik cihad, birincisi olan kiçik cihad, haqqın açıq düşmən ilə savaş meydanında aparılan döyüş cihadıdır. Yəni haqqı müdafiə eləmək üçün, məsələn, Həzrət Peyğəmbərimizin səhabələri ilə getdiyi cihadlardır ki, bunlara kiçik cihad deyərlər. Haqqın qarşısında batillə mübarizə meydanında, döyüş meydanında olan cihadı kiçik cihad adlandırırlar. Sonra buyururlar ki, ikinci cihad orta cihaddır. Bu cihad insanın öz daxilindəki nəfsinə qarşı apardığı cihaddır. Yəni təqva tüğyana qarşı, ədalətin zülmə qarşı, haqqın batilə qarşı, dürüstlüyün yalana qarşı və yaxşı işlərin qəbahətli işlərə qarşı apardığı cihaddır, hərəkətdir, mübarizədir ki, bu da insanın öz nəfsində gedən cihaddır. Bunu bəzən insanlar böyük cihad kimi adlandırarlar. Yəni əslində böyük cihad deyil. Sadəcə insan övladı istəyir ki, öz daxilindəki o pis qüvvələrə güc gəlsin, qüvvət gəlsin və öz ağlı ilə həyatda özünü idarə edə bilsin. Çünki insanların idrak və mərifəti bu hüdudlarla məhdudlaşır və ondan yuxarısını dərk edə bilmir. Amma haqq yolunun kamil yolçuları bununla kifayətlənmirlər. İnsanların ədalət uğrunda, təqvalı və cənnətə layiq olan yolun sonuna qədər gedənlər daha böyük cihada gedənlərdirlər. Bu böyük cihad nəyin arasında baş verir? Bu böyük cihada deyirlər ki, ağılla eşq arasında olan cihaddır. İnsanın ağlı ilə insanın aşıq olduğu arasında gedən mübarizədir. Bu mübarizə ağılla şəhvət və yaxud ağılla qəzəb arasında gedən mübarizə deyil. Bu orta mübarizə kimi deyil ki, insan öz ağlı ilə şəhvəti arasında mübarizə aparsın. Öz ağlı ilə qəzəbi arasında mübarizə aparsın. Xeyr. Deyir ki, bu mübarizə, ariflər buyururlar ki, ağılla eşq arasında olan mübarizədir. Bu mübarizədə ağıl deyir ki, mən haqqı qavrayıram. Eşq isə ona cavab verir ki, haqqı qavramaq kifayət eləmir. Onu müşahidə eləmək lazımdır. Yəni ağıl sahibləri deyərlər ki, bəli, Allah Taala belə buyurubsa, əziz Peyğəmbərimiz, onun rəsulu, elçisi buyurubsa və bir insanın da məntiqinə uyğundursa, mən onu qavrayıram və qəbul edirəm. Bunu ağıl sahibləri deyərlər. Ağıl sahibləri görmədən də qəbul edirlər. Amma eşq sahibləri deyir, xeyr, təkcə onu qavramaq, qəbul eləmək, haqqı qəbul eləmək kifayət deyil.
onu görmək lazımdır. Onu müşahidə eləmək lazımdır. Ona görə də onların, yəni haqqın təkcə də var olması kifayət eləmir. Onu şuhudla görmək lazımdır. Necə ki, cəhənnəmin varlığına dəlalət edilən bir kəs arif deyil, adicə bir filosofdur. Yəni, cəhənnəmin varlığını Allah Teala bəyan edir. Amma onun müşahidə eləməyi ən üstün ərdəm, ən üstün dərəcə sahibini Allah Teala bəyan edir Təkasür surəsində. Buyurur ki, Bismillahirrahmanirrahim. Kəllə ləv tə'ləmunə ilməl yəqin lətərəvunnəl cəhim. Buyurur ki, xeyr, əgər siz yəqinliklə, elmi yəqinliklə bilsəydiniz, cəhənnəmi elə indi öz gözünüzlə görərdiniz. Sümmə lətərəvunnəhə aynəl yəqin. Yəni, bəli, onu öz yəqin gözlərinizlə görərdiniz. Sonra təkrar növbəti ayətdə Allah Teala bir daha vurğulayır. Yəni, siz onu dünya gözü ilə görə bilərdiniz. Deməli, təkcə Allahın əmrlərini, buyurduqlarını eşitmək və onu qəbul eləmək, ona iman gətirmək bəzən ən üstün, kamil yolun yolçuları üçün kifayət eləmir. Haqqa gedən, kamil yolun yolçuları üçün kifayət eləmir onu qəbul eləmək. Onlar onu müşahidə eləmək dərəcəsinə qalxırlar. Onu dünyada ikən, dünya gözü ilə görməyə çalışırlar. Quran-ı Kərimdə bir ayət-i kərimi var. Buyurur ki, Bismillahirrahmanirrahim. Nisa surəsinin 10-cu ayəsində. İnnellezine ya'kuluna amvalal yetama zulmen innema ya'kuluna fi butunihim naran ve seyaslawna sa'ira. Buyurur ki, həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlər öz mədələrinə ancaq od doldurarlar, cəhənnəm odunu doldurarlar. Və həqiqətən də yanar oda daxil olarlar və istisini də dadarlar. Yəni, əslində bu yetim malını müsadirə edən, yiyənlər, öz malı kimi yiyənlər üçün nazil olsa da, bütün başqalarının haqqına təcavüz edib, yiyənlərə elə aiddir. Və buradan da göründüyü kimi, təkcə buyurur ki, ayət-i kərimədə buyurur ki, onlar odu bu dünyada ikən öz mədələrinə, öz qarınlarına doldurarlar. Yəni, onlar dünya sevdası içərisində, dünyanın qeyli-qalı içərisində, maddi bağlılıqları içərisində onu hiss eləməsələr də, o odu hiss eləməsələr də, Allah-u Teala buyurur ki, onlar hal-hazırda dünyada ikən hələ ölməmiş o odu öz mədələrinə daxil edirlər. Və yaxud digər bir ayət-i kərimədə وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى النَّارِ deyir, bəzi günahkar zümrələri var ki, biz onları dünyada insanları cəhənnəm oduna çağıran rəhbərlər etdik. Yəni, bunu bəzilər deyirlər ki, günah edənlər, bəzi günahları ilk əvvəlin müftədasın, təməlin qoyanlar, digər insanları da o günaha sövq eləyərlər və onları günahın imamı və yaxud o günahkarların imamı kimi Allah Teala, yəni öndə gedən imam təkcə, yəni haqq yoluna hidayət edən imamlardan ibarət deyil. Quran-ı Kərimdə əimmə kəlməsi həm də günahkarları cəhənnəmə aparanların da bir imamının olduğunu bəyan edir. Yəni, elə zümrələr var ki, o zümrələri, o insanları, o kütlələri yəni günahkarların imamları dartıb aparar. Öz arxası ilə dartıb apararlar. Buyurur ki, günahın mahiyyəti elə əslində elə o oddur. Yəni, o deməkdir ki, onu hələ qiyamət günündə o günah cəhənnəmə çevriləcək. Xeyr, günahın mahiyyəti elə oddur ki, günaha batan insan hərçənd ki, gənclik dövrünü yaşayır, cəhcəlal məsliyinin içərisindədir, o əzabı hiss eləməsə də bu dünyada, amma əslində elə o odu, elə bu dünyada da qazanmış olur. Ona görə də bizə belə aydın olur ki, böyük cihad haqqa, doğruluğa, ədalətə, yaxşılığa və paçlığa aparan cihaddır. Doğruluğa aparan cihaddır. Lakin paç olanlarla və daha paç olanlar arasında da bəzən seçim eləmək
fürsəti yaranır. Ona görə böyük cihad ağılla dərk edilən və şuhudla, ağılla dərk olunanla şuhudla dərk edilən arasında bir fərqi anlamaq lazımdır. Şuhud yəni şahidi olmaq. Və bu mənada insanlar təkcə meydanda ağılla hərəkət eləməzlər. Bəzən onlar şuhudla hərəkət edirlər. Buna da Allah Teala bizə misal vurur peyğəmbərlər içərisində. Məsələn, Həzrəti İbrahim əleyhissalam ki, o böyük ağır yanan tonqalın üzərinə mancanaqla atılan zaman o oda gedən yolun üstündə Allah Həzrəti Cəbrail əleyhissalamı göndərdi ki, ged gör ona kömək eləyə bilərsən, ona köməyi təklif elə. Həzrəti Cəbrail yetişəndə Həzrəti İbrahim əleyhissalam gözü görə-görə odun içinə düşməyini bilə-bilə Həzrəti Cəbrailin köməyindən imtina elədi. Dedi, məni gördüyüm eşq olduğum, yəni məşuqum məni görürsə bu yolda, o mənə kifayət eləyər. Bu eşqin dərəcəsidir. Bu Allah yolunda canını fəda eləməkdə aşıq olduğu kəsdən bir nəbzə də olsa heç bir şeyini əsirgəməyən bir kəsin eşqinin zirvəsidir. Hz. İbrahim əleyhissalamın timsalında onu görürük. Hz. İmam Hüseyn əleyhissalamı da əslində Mədinədən çıxanda Kufəyə getmək, Məkkəyə gedib, oradan Kufəyə getmək istəyəndə qardaşı Muhammed Hənəfiyyə və digər İbn Abbas və digər Ömər ibn Abdullah ibn Ömər və digər Mədinə insanları istədilər qarşısını kəssinlər və desinlər ki, ya ibn Rasulullah, sizin bu getdiyiniz yolda sizin sonda şəhadət gözləyir. Yəni bu yola getməyinizdənsə getməməyiniz yaxşıdır. Ona məsləhət bildilər. Amma Həzrəti İmam Hüseyn əleyhissalam aşıq olduğunun arxasıca sədasının davamı ilə getməyi seçdi. Bilirdi sonu şəhadətdir. Hətta cəddi Peyğəmbərin qəbri şərifinin yanında biraz mürgüləyəndə Hz. Peyğəmbərimizin cəddinin yuxuda ona belə dediyini də bəyan elədi. Buyurdu ki, Hz. Rasulullah ona belə deyirdi, İnnə ləkə fil cənnəti dərəcət. Ey mənim oğlum, ey övladım, biləsən ki, sənin üçün cənnətdə dərəcələr vardır. Fərqli dərəcələr var. Biz bilmirik onu. Hz. İmam Hüseyn əleyhissalama Allah Teala hansı dərəcələri vədə verib. Biz ən gözəlini, ən yaxşısını qiyamət günü görəcəyik. Allah nəsib eləsin ki, biz İmam Hüseyn əleyhissalamla bərabər həşr olmaq. O dərəcələri də orada şahid olaq. Deyir ki, cəddi Peyğəmbər bəyan edir ki, sənin üçün cənnətdə dərəcələr var. Lə tənəluhə illə biş-şəhədə. Amma o dərəcələrə nail olmaq üçün şəhadətə yetişmən lazım. Yəni o dərəcələri əldə eləmək üçün şəhadət lazım. Ona görə Hz. İmam Hüseyn əleyhissalam bilirdi ki, Kufə yolu təhlükəlidir. Canı bahasına, hətta əhli əyalı bahasına Allah Taala'nın vədə verdiyi, məşuqunun vədə verdiyi o dərəcələri əldə eləmək üçün o aşıq olduğu yolunda canından və əhli əyalından keçməyi bir anda olsun özündən uzaq eləmədi və o yolu axıra qədər getdi. Sonda bir şairin gözəl bir sözü var. Allah Taala'nın Hz. İmam Hüseyn əleyhissalamın Kərbəladakı son anlarına sanki Allah Taala'nın ona nəzər eləyib xitabı barəsində. Buyurur ki, deyir, gördü yarın düşübdü yaradən. Səs gəlib zat-ı pak-ı əladan. Yəni Allah Taala'dan səs gəldi. Torpaq üstdən cəbinini qaldır. Ya Əbə Abdillah, torpağa düşmüş, atdan düşüb, minlərlə yara, neyzə yarasıyla düşüb atdan yerə, üzü üstə yerdədir. Deyir, torpağın üstdən qaldır səcdə yerini, alnını. Rubəru bax bizə müsəlladan. O namaz yerindən bizə bax. Allah Teala sanki buyurur. Eşq-i meyracın eylədin kamil. Ey Peyğəmbər balası, eşq meyracın ki, o meyraca ki qalxırsan, sən də eşq meyracının yoluna çıxmışdın. O yolu kamil elədin. Kamə yetdin rumuzu İsradən.
İsra və Meyrac, İsra yolundakı rəmzlərdən sən kamına yetişdin. Hüseyin, qanlı mihrabı bilmə kəm rütbə. Ya Əba Abdillah, o dayandığın mihrabdır. Yəni, o qanına bulaşıb doğram olduğun yer əslində sənin mihrabındır və ancaq qanlı mihrabındır. Onu kəm rütbə bilmə. Qabə qavseyindən, tədəlladan, yəni Meyracdan, pərçəmi eşqi sərbülənd etdin. Sən eşqin bayrağını ucaltdın. Sədr irfandasan məzayada. Qoyma torpağa vəcihi gülnari, ənbiya doymayıb təmaşadan. Deyir ki, üzümü yerə qoyma ya ibnə Rasulillah. Ey Peyğəmbər balası, ey Rəbbinə aşıq olan, üzümü yerə qoyma. Ənbiya peyğəmbərlər, 124 min peyğəmbər sənə tamaşa edir. Saati vəslimə gülə-gülə gəl. Yəni mənim vəslimə, mənim görüşümə gülə-gülə gəl. Zəhəmatın çox oldu dünyada. Yəni dünyada sənin Allahın yolunda zəhmətlərin çox oldu. Allah and verir ki, izzətinə, cəlalına bizi Həzrəti İmam Hüseyin əleyhissalamdan, Əba Abdillahdan ayrı salmasın. İmam Hüseyin əleyhissalamın canını, malını, bütün varlığını fəda etdiyi bu dində, bu yolda bizləri sabit qədəm eləsin. Bu yolda onlar canların fəda elədilər, hər şeylərin, malların fəda elədilər. Bizlər də var olduğumuz, malik olduğumuz bir şeyləri, maldan, mülkdən, nələrisə vaxtımızdan fəda eləməyi bizlərə Allah nəsib eləsin inşallah. Allahın dinini qorumaqda, hifz eləməkdə, ən azı özümüz üçün, evladlarımız üçün hifz eləməkdə Allah Teala hər birimizi müvəffəq eləsin. Allah Teala çətinlikdə, sıxıntıda olanlarımıza fərəc versin Peyğəmbər, ali Peyğəmbər ehtiramı. Allah Teala hər birimizi cəhənnəmin odundan qorusun. Allah Teala Peyğəmbər, ali Peyğəmbərin yolundan bizləri ayrı salmasın. Onları dünyada zikrini və ziyarətlərini qiyamət günündə şəfaətlərini nəsib eləsin. Xüsusən zəmanə imamımızı mərifətlə tanımaqda bizləri müyəssər eləsin. Onu səhih səlamət eləsin. Zuhurun təcil eləsin. Bizi də onu gözləyənlərdən eləsin. Dualarımızın qəbulluğuna Peyğəmbər, ali Peyğəmbərə salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Allahus saməd. Ləm yəlid və ləm yulad və ləm yəkul ləhu kufuvan əhəd. Sadaqallahul aleyh.